Vance'in sözlərinə görə Vaşinqton İsrail və Livanın təhlükəsizliyini, regionda sabitliyin təminatı üçün çalışmağa davam edəcək. O qeyd edib ki, əsas problem döyüşlərin şiddətlənməsidir. Kimsə atəş açır, kimsə cavab verir. Atəşkəsin qüvvəyə minməsi üçün atəşi kifayət qədər dayandırmalıyıq. Biz buna nail olmağa çalışırıq, deyə Vance əlavə edib. Sözügedən məsələni daha çox biz siyasi şərhçi Əhməd Şahidovla müzakirə edəcəyik. Əhməd bəy, hər vaxtınız xeyir. Sabahınız xeyir olsun Rəhman bəy. Vance'in açıqlamalarına diqqət yetirəndə görürük ki, orada əsas müzakirə istiqamətlərindən biri nüvə mövzusudur. Bir də Livandakı atəşkəslə bağlı, ümumiyyətlə əməliyyatlarla bağlı prosesləri daha çox müzakirə etmək istəyirlər. Çünki Vance belə bir açıqlama verdi ki, yəqin ki, İranın da bizlə danışmaq istədiyi mövzular var. Burada İran tərəfinə hansı mesajı göndərməyə çalışdı? İranın ABŞ ilə İsveçrə görüşündə əsas müzakirəsi nə olacaq? Mən də bütün ARB24 izləyicilərini Fransanın Strasburq şəhərindən salamlayıram. Ümumiyyətlə, bu ABŞ-İran danışıqlarına təkcə Vaşinqton və Tehran arasında hansısa məsələlər üzrə ikili razılaşma kimi baxmaq doğru olmaz. Bu, ümumən yaxın şərqdə münaqişələrin həll olunması istiqamətində aparılan kompleksli bir danışıqlardır. Çünki elə bu müharibə elə yaxın şərqdəki münaqişədən doğub, ortaya çıxıb. Bu baxımdan ABŞ və İran arasında təkcə İranın nüvə araşdırmalarının dayandırılması, zənginləşdirilmiş uranın İran ərazisindən çıxarılması və ya Hörmüz boğazının açılması məsələsi kontekstində baxmaq doğru olmaz. Burada daha geniş məsələlər var. Hər nə qədər İsrail bu danışıqlarda iştirak eləməsə də, İsrailin təhlükəsizliyi məsələsi ABŞ-ın milli maraqlarına daxil məsələdir. İranın da irəli sürdüyü şərtlər var ki, Livanın təhlükəsizliyi, yaxın şərqdəki proksi qüvvələrin təhlükəsizliyi məsələsi var ki, bu da İsraildə müəyyən narazıçılıq yaradı. Belə İsrail bu danışıqların ilk günündən öz sərt açıqlamaları ilə gündəmə gəlib ki, Təl-Əviv heç bir halda onun milli təhlükəsizliyinə təhdid yaradacaq razılaşmaları qəbul eləmir. Burada birmənalı şəkildə təbii ki, nüvə araşdırmalarının dayandırılması, İranın heç bir halda gələcəkdə nüvə silahına sahib olmaması, Hörmüz boğazının qeyri-şərtsiz açılması məsələsi var. Amma İranın da irəli sürdüyü şərtlər var. Dondurulmuş aktivlərin geri qaytarılması, İrana qarşı tətbiq olunan sanksiyaların mərhələli şəkildə aradan qaldırılması, eləcə də Livanın təhlükəsizliyi və ərazi bütövlüyü məsələsi, Livandakı Hizbullahın təhlükəsizliyi məsələsi, Həmas və digər Husilər olsun Yəməndəki bu məsələlər var ki, bu ABŞ-İran danışıqlarını bir qədər gəlizləşdirir, dalana-diranır. Ona görə tərəflər Cenevrəyə yollanmazdan öncə verdikləri mesajla qarşı tərəfə bir siqnal ötürürlər. Mən düşünürəm ki, çox həssas və mürəkkəb bir danışıqlar baş tutacaq Cenevrədə, amma ilkin fundamental şərtlər var ki, onun üzərində artıq razılıq əldə olunub. Amma bu proses çox mürəkkəbdir, həssasdır və növbəti mərhələdə bu danışıqların pozulma ehtimalı çox yüksəkdir. Çünki İsrail hələ də Livanın cənubunda bir sıra əraziləri öz nəzarəti altında saxlayır və iddia edir ki, bu ərazilərdən Hizbullah və digər qruplaşmalar İsrail ərazilərinə hücumları təşkil edirlər. Hətta ötən gün İsrailin baş naziri Netanyahu bildirdi ki, bu ərazilər İsrailin torpaqlarıdır ki, bu açıqlamalar təbii ki, bu danışıqlara negativ təsirini göstərir. Bu baxımdan İran da Cenevrədə bir sıra şərtlər irəli sürə bilər. Hətta bu danışıqlarda İranın irəli sürdüyü şərtlərin böyük əksəriyyəti qəbul olunarsa, bu İranın gələcəkdə bölgədə və dünyadakı siyasətində bir dominantlıq yarada bilər, ritorikasında sərtlik yarada bilər. Bu, hətta bizim bölgəmizdə, Cənubi Qafqazda baş verəcək hadisələrdə İranın, belə deyək, ritorikasını sərtləşdirə bilər. Artıq bugün bəzi açıqlamalar verilir ki, Cənubi Qafqazda biz Zəngəzur koridoru deyirik, Tramp marşrutunda, Tramp trip layihəsində ABŞ əskərlərinin iştirak etməsi İran tərəfindən əsla və əsla qəbul olunmayacaq.
Bu kimi məsələlər İranın irəli sürmək istədiyi, görmək istədiyi şərtlərdir, tələblərdir ki, ABŞ-İran danışıqlarında İran öz dominantlığını müəyyən mənada qoruya bilsə, yaxın şərqdə baş verəcək proseslərdə onun belə deyək, gücü daha da artmış olacaq. Bu baxımdan bu proseslərə təkcə ABŞ-İran ikili danışıqları kimi deyil, yaxın şərqdə və dünyada siyasi və enerji bazarını dəyişdirəcək bir danışıqlar kimi baxmaq lazım. Əhməd bəy, siz də bu barədə danışdınız, amma istəyərdim biraz geniş fikir mübadiləsi aparaq. Söhbət Livandakı eskalasiyadır, Livandakı hərbi əməliyyatlardır və son açıqlamalara da baxanda Vaşinqton tərəfindən adamda belə bir təəssürat yaranır ki, sanki ABŞ İsraillə bu mövzuda heç cür dil tapa bilmir və ya biraz kobud ifadə eləsək, ABŞ İsraillə bacarmır bu məsələdə. Bəs qısa, lakanik bir sual ondan ibarətdir ki, İsraili necə yola gətirmək olar hərbi əməliyyatları dayandırması üçün? İsrailin istədiyi ilk növbədə özünün təhlükəsizliyidir. O, İsrail Livan ərazisindən, Qəzza zolağından öz ərazisinə hücumlar olunduğunu, raketlərlə, dronlarla hücumlar edildiyini bildirir və həmin ərazilərə qarşı hərbi əməliyyatlar keçirir. Oradakı terror qruplaşmalarını zərərsizləşdirir. Və bu ərazilərdəki o proksi qüvvələr birmənalı şəkildə İran tərəfindən dəstəklənən qüvvələrdir. Elə İran-İsrail müharibəsi başlayanda o proksi qüvvələr aktivləşdi. Bugün ABŞ-İran danışıqlarında Livan ərazisindəki Hizbullah olsun və ya Həmas olsun, Husilər olsun, onların məsələsini ayrıca müzakirə etməmək bu danışıqların gələcəkdə pozulacağı anlamına gəlir. Çünki əgər yenə Hizbullah Livan ərazisindən İsrailə hücum edəcəksə, İsrail yenə cavab verəcək. Buna cavab olaraq İran yenə İsrailə hücum edəcək. İsrail və ABŞ yenidən İrana cavab verməli olacaq. Bu birmənalı şəkildə belə olacaq. Ona görə də maksimum şəkildə ABŞ həm İrana masada, danışıqlar masasında təzyiq göstərərək o proksi qüvvələri geri çəkməsini tələb edib. Digər tərəfdən İsrailə də bir qədər təzyiq göstərərək ən azından atəşkəsi dayandırması və Hizbullahla gələcəkdə danışıqlar aparması və ya Livan tərəfi ilə danışıqlar aparmasına təzyiq göstərir. Təsadüfi deyil ki, artıq Netanyahu, baş nazir Netanyahu ötən gün açıqlama verdi ki, İsrail ordusu Livan ərazisində hərbi əməliyyatları müəyyən müddətə dayandırıb. Bu, Cenevrədə baş tutacaq danışıqlar üçün bir zəmindir və gələcəkdə hər nə qədər İsrail Hizbullahı özünə tərəf müqabili kimi görmək istəməsə də, amma Livanla danışıqlar Hizbullahı ram etmir. Çünki Hizbullah ayrı bir qüvvədir, Livan hökumətinə tabe deyil. Ona görə düşünürəm ki, gələcəkdə, hətta yaxın gələcəkdə İsrail məcbur olacaq ki, Hizbullahla ayrıca danışıqlar aparsın ki, bu da Hizbullahın bir siyasi qüvvə olaraq dünya miqyasında tanınması və ortaya çıxması deməkdir. Amma istənilən halda danışıqlar olmasa, yaxın şəkildə bu münaqişə dayanmayacaq, yenə bir qarşılıqlı şəkildə hücumlar davam edəcək ki, bu son etibarilə, nəticə etibarilə yenə gəlib ABŞ-İran danışıqlarını pozmuş olacaq. Çünki yaxın şərqdə o proksi qüvvələrə hansısa bir hücum yenidən İranın İsrailə cavab verməsi olacaq ki, bu da domino effekti yaradır. İsrailə hücum, İsrailin İrana cavab verməsi, yenidən ABŞ-İsrail koalisiyasının İrana cavab verməsi və İranın da cavab addımlar atması, Hörmüz boğazını yenidən bağlaması, Körfəz bölgələrinə hücum etməsi, bütün bu proseslər bir-birinə bağlı şəkildədir. Ona görə bu münaqişəni həll etmək üçün danışıqlar masasında bütün bu proseslərə sistemli şəkildə yanaşmaq lazımdır və tərəflər bu mənada bütün müddəalar üzrə razılaşmalıdır. Əks halda bu razılaşma ötən ilki təcrübələr də göstərir ki, heç bir effekti olmayacaq. Yenidən razılaşma pozulacaq, hücumlar başlayacaq, İran buna olaraq cavab olaraq addımlar atmağa başlayacaq və yenidən bu münaqişə alovlanmış olacaq. Təşəkkür edirəm, çox sağ olun suallarımıza cavab verdiyiniz üçün. Qeyd edək ki, birbaşa bağlantıda biz siyasi şərhçi Əhməd Şahidovla danışdıq.